Ermənistan bu yolla Rusiyaya yaxınlaşmaq istəyir. Rusiya ilə münasibətləri bərpa etmək asan deyil, amma mümkündür. Bunu Ermənistan Xarici İşlər Nazirinin keçmiş müavini Avid Adonts deyib. O qeyd edib ki, bu təkcə Ermənistan üçün deyil, bütün region üçün obyektiv zərurətdir. Stat: Moskva ilə münasibətlərimizdə təkcə ticarət, iqtisadi komponentə deyil, həm də etimad mühitində siyasi dialoqa başlamaq və təhlükəsizlik gündəliyinə xüsusi diqqət yetirməliyik. Regional məsələləri həll etmək üçün 3+3 formatını aktivləşdirmək, ATƏT-in Minsk qrupunu canlandırmaq, Ermənistanın kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında iştirakını dondurmaq məqsədə uyğundur. Statın sonu. Avid Adonts əlavə edib ki, bununla Ermənistan regional təhlükəsizlik arxitekturasında öz yerini bərpa etmək imkanı əldə edəcək. Ermənistan sürətlə silahlanır. Ceyhun Bayramov. Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması və yekun sülh sazişinin imzalanması istiqamətində böyük məsafənin qət edilməsinə baxmayaraq, Ermənistan konstitusiyası çərçivəsində hələ də Azərbaycana qarşı ərazi iddiasının mövcudluğu, bu ölkənin sürətlə silahlanması və revanşizmə meyillənməsi sülh prosesinə ən böyük maneə olaraq qaldığını bir daha qeyd etmək istərdim. Bu sözləri Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov Astanada Qazaxıstanın baş nazirinin müavini, Xarici İşlər Naziri Murat Nurtleyev ilə danışıqların yekunlaşmasından sonra jurnalistlər üçün keçirilən brifinqdə deyib. Paşinyan qapalı görüşdə elan etdi: müharibə qaçılmazdır. Ötən həftənin cümə günü Nikol Paşinyanın parlamentdə Vətəndaş Müqaviləsi fraksiyasının üzvləri, hökumət və partiyanın idarə heyətinin nümayəndələrinin iştirakı ilə baş tutan qapalı görüşündə Azərbaycanla sülh prosesi müzakirə olunmuşdu. Ermənistanın müxalif Hraparak nəşri qapalı görüşlə bağlı maraqlı iddia paylaşıb. Bir ilə yaxındır ki, mətbuat Kirakosyanın mümkün istefası barədə yazır. Buna səbəb Azərbaycanın tələbi ilə Ermənistanın beynəlxalq məhkəmə proseslərindən imtina etməsi olub. İclasda Paşinyan mülki müqavilə üzvlərinə bildirib ki, sülh prosesi ləngiyir. İlham Əliyev nə ərazi iddialarından, nə də dəhliz tələbindən əl çəkir. İmtina ediləcəyi təqdirdə müharibə qaçılmaz olacaq. O, təbliğatçılara bu barədə ictimaiyyəti fəal şəkildə məlumatlandırmağı tapşırıb ki, hər şey hamıya aydın olsun. Məlumatda bildirilib. Rusiyaya qarşı müharibə başladı. Peskovdan açıqlama. Rusiyaya qarşı kvazi və proksi müharibə başlayıb. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Müharibə gedir. Ölkəmizə qarşı kvazi müharibə aparılır. Proksi müharibəsi aparılır. İstədiyiniz kimi adlandırın, amma müharibə gedir. Bu, xüsusi hərbi əməliyyat kimi başlamışdı, lakin daha böyük, bütün dünya üçün daha tali yüklü, lakin ən əsası bizim üçün, ölkəmiz üçün daha böyük bir işə çevrildi. O bildirib. İran bacarmadı. Cənubi Qafqazda bu iki dövlət qalır. İndi yaradılan yeni dünya nizamı təbiətcə çox qütblü və iyerarxik olacaq. İndi baş verənlər reallığı ifadə edən hadisədir. Bu sözləri türkoloq Ruben Safrasyan erməni mediasına geniş müsahibəsində deyib. Onun sözlərinə görə, dünyadakı nüvə silahlarının 90%-i Amerika Birləşmiş Ştatları və Rusiyanın əlindədir və yeni dünya nizamında bu iki dövlət iyerarxiyanın zirvəsində dayanacaq. Stat: Cənubi Qafqazda Türkiyə faktorunun güclənməsi reallıqdır və düşünürəm ki, Amerika Birləşmiş Ştatları da bununla razılaşacaq. Türkiyə Yaxın Şərqdə böyük bir oyuna başladı və həmin oyundan daha çox faydalanmağa çalışır. Resurslarının böyük hissəsini də Yaxın Şərqə yönəldib. İrana gəlincə, hazırda ciddi daxili problemləri olduğu üçün Cənubi Qafqazda aktiv olmayacaq. Statın sonu. İranla gizli razılaşma üzə çıxdı. Suriyanı öz aralarında böldülər. Bəşər Əsəd rejiminə bağlı qrupların Suriyanın Tartus və Latakiya vilayətlərindəki hücumları dünən tam dayandırılıb. Türkiyənin Yeni Şafaq qəzeti keçmiş rejimin qalıqlarının martın 6-sında başladığı hücumların pərdə arxası məqamları ilə bağlı yeni məlumatlar əldə edib. Sözügedən qruplar 3 ay bu hücuma hazırlıq görüblər. 2 ay əvvəl PKK-YPG terror təşkilatının nəzarətində olan bölgədə Duruzlar və Bəşər Əsəd tərəfdarlarının olduğu qruplar toplantı keçirərək Suriyanın bölünməsi ilə bağlı müqavilə imzalayıblar. Təhlükəsizlik mənbələrindən alınan məlumata görə rejim devrilməmişdən əvvəl Suriyanın sahilyanı əraziləri faktiki olaraq sursat anbarına çevrilib. Devrilmiş rejimin ünsürləri 3 ay ərzində qurduqları gizli əməliyyat qərargahlarında yeni rəhbərliyi devirməyi planlaşdırıblar. Məlumatda deyilir. Təhlükəsizlik mənbələri Yeni Şafaqa Əsəd rejiminin qalıqlarının həyata keçirdiyi hücumların 2 ay əvvəl PKK-YPG, İran və digər qüvvələr
qüvvələr arasında əldə edilmiş gizli razılaşmanın nəticəsi olduğunu deyiblər. Moskvaya ilin ən böyük hücumu edildi. 2 ölüm, 19 yaralı. Bugün səhər saat 4-də Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu başlayıb. PUA hücumu nəticəsində ölən və yaralananlar var. Saat 05:14-də pilotsuz təyyarə qalıqlarının düşməsi nəticəsində Miratorg şirkətinin Domodedovodakı paylayıcı mərkəzinin ərazisində yerləşən obyektlərə ziyan dəyib. Hücumlar nəticəsində Moskvanın Vidnoye, Ramenskoye və Domodedova rayonlarında 3 uşaq olmaqla 19 nəfər yaralanıb. 2 nəfər isə ölüb. Ölənlərdən biri Miratorg şirkətinin əməkdaşıdır.